3 və daha çox uşağı olan analara pensiyaya 5 il tez çıxmaq imkanı verilməsi, dövlətin çoxuşaqlı ailələri stimullaşdırmaq istiqamətində atdığı sosial təşviq addımı kimi qiymətləndirilə bilər. Bu, ailə institutunun güclənməsinə və doğum səviyyəsinin müəyyən qədər artmasına müsbət təsir göstərə bilər. Konkret.az məlumat verir ki, bunu Demokrat.az sosioloq Sevinç Qasımova vurğulayıb. O, diqqətə çatdırıb ki, reallıqda ailələrin uşaq sayına təsir edən əsas amillər sosial təminat, iqtisadi sabitlik, mənzil problemi və qadınların əmək bazarındakı vəziyyəti ilə bağlıdır. Yəni, təkcə pensiya güzəşti ailələrin çoxuşaqlı olmağa qərar verməsində həlledici motivasiya yarada bilməz. Xüsusilə gənc nəsil daha çox maddi sabitliyə, iş imkanlarına və uşaqlara keyfiyyətli təhsil, səhiyyə təmin etməyə üstünlük verir. Bununla belə bir güzəştin tətbiqi cəmiyyətdə çoxuşaqlı ailələrin nüfuzunu artırmaq, anaların sosial statusunu gücləndirmək baxımından müsbət addım ola bilər. Sosioloq bildirib ki, bu təşəbbüs dövlətin ailə institutuna və qadın əməyinə verdiyi dəyəri simvolik şəkildə nümayiş etdirər. Bununla paralel şəkildə uşaq pulu sisteminin bərpası, uşaq bağçalarının əlçatanlığı və gənc ailələr üçün sosial dəstək proqramlarının genişləndirilməsi də vacibdir. Əks halda bu təşviq yalnız kağız üzərində qalar. Belə güzəşt demoqrafik artımı qismən təşviq edə bilər, ancaq əsl effekt üçün ailələrin sosial rifahı və qadınların sosial təminatı geniş miqyasda yaxşılaşdırılmalıdır.